13 il kirayə mənzildə yaşadıqdan sonra şükürlər olsun Allahın bu evi mənə nəsib etdi. Bura mənə təkcə ev yox, həm yuva, həm gözəl rahatlıq, həm də sevərək dəyişiklik edib bəzədiyim bir yerdir. Ən çox dəyişikliyi isə bu evdə qonaq otağımda etdim. Səbəbi isə bu evə köçəndə artıq qonaq otağının mebelləri özümdə olduğuna görə özümlə gətirmişdim. O mebellərin bu otağa tam da uyğun olmadığını bilsəm də bir müddət belə yaşamalı idim. Gördüyünüz bu gözəl xalçanı hardan əldə etmişəm? Saray halı. Sədəyə Ticarət Mərkəzi sıra birdə yerləşən saray halı həqiqətən də adı kimi saraylara məxsus yaraşan xalçaların burada olduğunu gəlin mən gəzim, siz də baxın, görün. Mağazaya daxil olmamışdan öncə belə vitrində gözümüzə iç dəyən, sadə, zövq oxşayan və istənilən interyera uyğun çiy və metrlə olan xalçalar da gördük. Qapıdan içəri daxil olan kimi insan özünü sanki dizayn dünyasına düşmüş kimi hiss edir. Hətta diqqət yetirsəniz sətrə bənzəyən çox fərqli dizaynda hazırlanmış xalçalar da var ki, həm dəbli, həm də fərqli görünüş axtaranlar üçün əla seçimdir. Hər zövqə, hər ev tərzinə uyğun xalça çeşidləri burada bir arada toplandığı üçün insanın seçməkdə çətinlik çəkməsi çox normaldır. Amma buranın ən sevdiyim tərəfi odur ki, mağazada çalışanlar seçim prosesində çox böyük dəstək olurlar. Zövqünüzü, istəklərinizi anlayaraq sizə uyğun modelləri peşəkar şəkildə təqdim edirlər və bu alışı həqiqətən rahat və zövqlü edir. İndi siz təsəvvür edin, mən bu xalça cənnətində bu qədər gözəl çeşid arasında necə çətinliklə seçim etmişəm. Hər biri bir-birindən zövqlü, keyfiyyətli və diqqət çəkici idi. Elə gözəl xalçalar var idi ki, birini seçmək çətindir. Uşaq otaqları üçün nəzərdə tutulmuş modellər isə təkcə dizaynla yox, funksionallığı ilə də seçilir. Məsələn, paltaryon maşında rahatlıqla yuyula bilməsi analar üçün əsl rahatlıqdır. Və bu arada həqiqətən də tam orijinal, incəliklə toxunmuş ipək xalçaları mövcuddur. Bu xalçalar təkcə evə yaraşmır, elə bir sənətin özü evə köçür. Həm zərifliyi, həm də dəyəri ilə baxanı valeh edir. Hər detalı ilə zövq verən bu mağazanı gəzmək, baxmaq, seçmək özlüyündə çox xoş bir proses idi. Və deyə bilərəm ki, saray halıda hər evə uyğun, keyfiyyətli və estetik xalça tapmaq mümkündür. Və sonunda mən də evimə gözəl xalça tapdım. Əgər siz də evinizə bu cür zövqlü və keyfiyyətli bir hava qatmaq istəyirsinizsə, saray halı sizin də ünvanınız ola bilər. Mən artıq seçdim və çox məmnunam. Allah hər kəsə arzuladığı evi və onu bəzəməyi nəsib etsin. Sizcə necə alınıb? Fikirlərinizi gözləyirəm.